Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bu dersimizdə hansı hallarda namazı pozmaq olar və yaxud da ki namazı ümumiyyətlə qılmamaq olar. Yəni vaxtı çıxsa da qılmamaq olar. Bununla əlaqədar olan məsələləri öyrənəcəyik. Ümumiyyətlə əvvəlcə qeyd eləyək ki, heç bir halda başlanılan namazı pozmaq olmaz. Başlanılan namazı pozmaq günahdır. Bunu ancaq şər'i, yəni dini bir üzür, dini bir səbəb olduğu zaman pozmaq olar. İndi bu səbəblər, bu üzürlər nələrdir? Bunlar haqqında danışaq. Bunlardan əvvəldə bir şey qeyd eləyək. Ümumiyyətlə namazı bilə-bilə pozmaq və yaxud da ki namazdan bilə-bilə çıxmağın 4 hökmü var. Beləcə namazı pozmaq haram olur. Bəzən namazı pozmaq icazəli olur, mübah olur. Bəzən namazı pozmaq müstəhəb olur. Bəzən isə namazı pozmaq vacib olur. Yəni namazı pozmaq, yəni namazdan çıxmaq, namazı yarıda kəsmək nəzərdə tutulur təbii ki burada. Biz burada namazı pozmağın haram olduğunu qeyd elədik. Yəni burada bir üzür yoxdursa namazı pozmaq haramdır. Bəs digərlər nədir? İndi bunları öyrənək. Namazı pozmağın mübah olduğu, icazəli olduğu yer qiymətli olan hər hansı bir malın əldən getməsi halıdır. Yəni, məsələn, namaz qılındığı halda bizim özümüzə məxsus olan və yaxud da ki, başqa birisinə məxsus olan bir malın oğurlandığını görsək, biz namazı kəsib bunun qarşısını ala bilərik. Bəli, məsələn, bu malın əldən getməsinə bir heyvanın qaçmasını da misal göstərə bilərik. Məsələn, bir adamın heyvanı var, onu bağlamayıb və yaxud da ki, bağlayıbdır. Ancaq bu namaz qıldığı əsnada o qaçıb əldən çıxa bilər. Bu halda da namazı kəsib o heyvanı tutub saxlaya bilər. Həmçinin, məsələn, bir adamın sürüsünə canavar və yaxud hər hansı bir vəhşi heyvan hücum elədiyi zaman yenə o da bu maddə altında işlənir. Namazı kəsib bunun qarşısını ala bilər. Buradan anladığımıza görə özümüzə və yaxud başqasına məxsus olan bir dəyərli mal əldən çıxırsa, bunun da qarşısını ancaq namazdan çıxmaqla almaq mümkündürsə, biz bu halda namazdan çıxıb bunun qarşısını ala bilərik. Namazdan çıxmanın və yaxud namazı yarıda kəsmənin müstəhəb olduğu hala da bir-iki örnək verək. Bunlardan biri, məsələn, namazda üzərimizdə nəcasət olduğunu anladığımız zaman. Təbii ki, bu nəcasət namaza mane olmayacaq dərəcədə bir nəcasətdən söhbət gedir. Biz bilirik ki, namaza mane olacaq dərəcədə bir nəcasət gördüyümüz zaman üzərimizdə o namaz avtomatik batil olur. Biz bunu burada danışmırıq. Namaza mane olmayacaq dərəcədə az olan bir nəcasət üzərimizdə aşkar eləmişik. Bu halda namazdan çıxıb o nəcasəti aradan qaldırıb yenidən namazı qılmağımız müstəhəbdir. Və yaxud da ki, biz namazın məkruhlarında qeyd eləmişdik ki, ayaq yolu ehtiyacı ciddi şəkildə varsa, bu halda namaza durmaq məkruhdur. Bu halda namaza durulubsa və bu da namaz boyu davam eləyirsə, bu namazı kəsmək təbii ki, vacibdir. Ancaq azdırsa, bu dərəcədə deyilsə, namaza ciddi problem törətmirsə, bu hallarda isə namazı kəsib gedib yenidən o ehtiyacı aradan qaldırıb, yenidən dəstəmaz alıb namaz qılmağımız müstəhəbdir. İndi isə gələk namazı kəsmək, namazı yarıda qoymaq harda vacib olur bu məsələyə. Bu, namazdan çıxmanın vacib olması hökmü insan həyatı ilə əlaqədardır. Yəni, insanın həyatını xilas eləməklə əlaqədardır. Məsələn, bunlara örnəklər verək. Məsələn, kör bir şəxs bir uçuruma yaxınlaşır və biz bilirik ki, biz namazdan çıxıb ona mane olmasaq, o həlak olacaq. Və yaxud da ki, yanğın var və bu yanğındakıları xilas eləmək lazımdır. Və yaxud da ki, suda boğulan var, bunları xilas eləmək lazımdır. Bunların hamısında namazı kəsib bu işlərin dalıncan qaçmaq, buradakı insan həyatını xilas eləmək vacibdir. Bura bir şey də əlavə eləyə bilərik. Məzlum bir şəxs zalimların hücumuna məruz qalır və yaxud da ki, onların zülmünə məruz qalır, döyülür. Bu halda zülmə məruz qalıb bizdən kömək istəyən şəxs üçün də bizim namazı kəsib ona köməyə getməyimiz vacibdir. Təbii ki, ona köməyə gücümüz çatacaqsa, bu halda getməyimiz vacibdir. Biz bildik, dedik, bəzən mübah olur, bəzən müstəhəb olur, bəzən vacib olur. Bunların hər hansı birində artıq namazı pozub namazdan çıxıbsa, bu namazların hamısının yenidən qılınması vacibdir Hənəfi məzhəbinə görə.
Bu məsələ ilə əlaqədar bir şey də qeyd eləyək. Bir şəxs nafilə namazdadırsa və onun ata-anası bunun namazda olduğunu bilmədən çağırırsa bunu hər hansı bir iş üçün, bu şəxs namazı pozub onların çağırışına cavab verə bilər. Ancaq bu şəxsin namazda olduğunu bilə-bilə çağırırsa valideynləri, nafilə namazdan söhbət gedir, fərzdən söhbət getmir burada. Bəzi alimlər bu namazı poza bilməz deyiblər, bəziləri isə poza bilər deyiblər. Bura qədər namaza başladıqdan sonra namazdan çıxmanın hökmlərini danışdıq. Bir neçə cümlə də ümumiyyətlə namaza başlamamaq, yəni namazın vaxtının çıxacağını bildiyimiz halda hansı hallarda namaz qılınmaya bilər bu haqda qeyd eləyək. Amma bunu da biz bilirik ki, namazı heç bir halda tərk eləmək, yəni təxir eləmək və yaxud da ki, qəzaya saxlamaq olmaz. Ancaq burada da yenə insan həyatı təhlükədədirsə, məsələn, çox əhəmiyyətli bir əməliyyat edilirsə və yaxud uşaq doğumu zamanı anaya və uşaq üçün həyatı təhlükəsi varsa, həm ananın burada namazı sonraya saxlaması caizdir. Həmçinin burada da və digər əməliyyatlarda da həkimlərin burada müdaxilə eləmədikləri zaman həyati təhlükə əmələ gəlirsə, yəni burada ölüm təhlükəsi əmələ gələcəksə, bu halda da namazı təxir eləmək, yəni qəzaya saxlamaq caizdir. Həmçinin bura döyüş zamanı, müharibə zamanı da burada təbii ki, ciddi, qızğın müharibədən gedir. Aktiv şəkildə vuruşan şəxslər namazlarını vaxtında qıldıqları təqdirdə öləcəkləri və yaxud da ki, başqalarının öləcəyi bir hal baş verəcəksə, bu halda bunlar da namazlarını vaxtında qılmayıb qəzaya saxlaya bilərlər. Bununla da namazları hansı hallarda kəsə bilərik, hansı hallarda qəzaya saxlaya bilərik? Bunların hökmünü öyrəndik. Vəlhamdülillahi Rabbil aləmin.